dövlət başçısının 22 dekabr 2025-ci ildə imzaladığı sərəncama əsasən 2026-cı il Azərbaycanda şəhərsalma və memarlıq ili elan olunub və bu addım Azərbaycan ənənəvi şəhərsalma və memarlıq mədəniyyətinin qorunması və müasir çağırışlara uyğun yenilikçi yanaşmaların təşviqi məqsədi ilə atılıb. Və bir daha sabahınız xeyir olsun. Xəbərlərimiz bu qədər. Biz də elə şəhərsalma ili gəlirsə qarşıdan, biz də mövzumuzu bu tərəfdən müzakirə edəcəyik. Studiyada qonaqlarım var və qeyd etmək istəyirəm ki, məqsədimiz odur ki, Azərbaycana gələn bütün qonaqlar, turistlər, mühüm adamlar hər biri Azərbaycana, bizim paytaxt Bakıya aşiq olub getsinlər. Çünki doğrudan da bu belədir. Bakı çox gözəl şəhərdir və doğrudan da Bakı bir çox önəmli layihələrdə ev sahibliyi, qonaqpərvərlik etməyi doğrudan da layiqincə bacarır. Studiyada qonaqlarım var. Sabahınız xeyir olsun. Xoş gəldiniz. Siyasi elmlər doktoru, professor, millət vəkili Vüqar Rəhimzadə və Dövlət Turizm Agentliyinin baş memarı, Respublikanın əməkdar memarı professor Nizami Qasımzadə. Sabahınız xeyir olsun. Memarlar düzdür, bizim maşallah işgüc adamlarımız, rəsmilərimiz, millət vəkillərimiz hər zaman baxımlı olurlar, çox səliqəli olurlar. Amma memar qonaqlarım hər zaman, nə bilim, bir filmcəklərində olan yaylıqla və s. Yəni onlara aid mütləq bir naxış olur ki, onlar doğrudan da digər rəsmilərdən fərqlənirlər. Çox şad oldum sizinlə tanış olmağa. Mənim göstərir radio layihəmizdə bizim real televiziyasının Elbəy Qasımzadə bizim qonağımız olmuşdu. Onu da mən imic olaraq doğrudan da çox gözəl xatırlayıram. Həm də söhbət də çox xoş olmuşdu. Düşünürəm sizinlə Bakımız haqqında çox zövqlü söhbətlər edə biləcəyik. Və qeyd etdiyim kimi 2026-cı ildə bütün dünyanın diqqəti paytaxt Bakıda olacaq. Təbii ki, tarixin nəfəsini, müasirliyini, ritmini birləşdirən Bakımıza yönələcək. Doğrudan da çox sevindirici bir haldır, hadisədir. İnşallah ki, biz bunun da öhdəsindən çox gözəl gələcək və hər kəs də oradan da buradan çox məmnun qayıdacaq. Gəlin elə bu barədə danışaq. Yəni 2026-cı il şəhərsalma və memarlıq ili elan olundu. Bu həm də iddialı, lazımlı bir mesajdır təbii ki. Nədən ibarətdir? Vüqar müəllim, gəlin başlayaq sizdən. Təşəkkür edirəm sizləri və təbii ki, tamaşaçıları salamlayıram və hər birinizə sabahınız xeyir olsun deyirəm və düşünürəm ki, belə günə pozitiv, yaxşı bir xəbərlə, yaxşı bir mövzu ilə tamaşaçıların görüşünə gəlmək kifayət qədər mühümdür və onların əhval-ruhiyyəsində təbii ki, Azərbaycanın belə bir mühüm, belə deyək ki, beynəlxalq bir tədbirə ev sahibliyi etməsi Azərbaycanın artıq ənənə halını almış, mühüm diqqəti dünyanın diqqət mərkəzində olmasının bariz göstəricisi nümunəsidir. O baxımdan Ümumdünya Şəhərsalma Forumunun 13-cü zirvə toplantısı, belə deyək ki, Azərbaycanda keçirilməsi böyük tarixi hadisədir. Əslində, Azərbaycanın bu sahəyə verdiyi xüsusi önəmin, xüsusi diqqətin çox mühüm bir göstəricisidir və bu forum, siz də qeyd etdiniz ki, demək, may ayının 17-22-si arasında Azərbaycanda keçiriləcək. Artıq bununla bağlı möhtərəm cənab prezidentimizin sərəncamına, xüsusi sərəncamına təşkilat komitəsi yaradılıbdır. Prezident administrasiyasının rəhbəri hörmətli Samir Nuriyevin sədrliyi ilə bu tədbirlərin yüksək səviyyədə keçirilməsi və bu tədbirin ümumiyyətlə dünya üçün mühüm töhfələr verməsi ilə bağlı düşünürəm ki, komissiyada uğurlu fəaliyyətini davam etdirir və artıq bir neçə aydan sonra bu Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda reallaşması, belə deyək ki, dövrünü, dönəmini, günlərini yaşayacaq. Ümumiyyətlə, Azərbaycan tarixən şəhərsalmaya, memarlığa xüsusi önəm veribdir və bugün də dünyada ən böyük problemlərdən biri düzgün bu prosesi, siyasi bu sistemi formalaşdırmaq və dünyada müasir dövrün çağırışlarına uyğun olaraq şəhərsalma, belə deyək ki, arxitekturasını dünyanın gedən bu belə deyək ki, mürəkkəb geosiyasi bir fonunda və bütövlükdə dünyada baş verən yeniliklər fonunda bu proseslərin şəhərsalmanın xüsusilə böyük bir əhəmiyyəti var. Ola bilər kiçik bir şəhər olsun, amma böyük bir problemləri olsun. Amma ola bilər böyük bir şəhər olsun, çox da kiçik olan cari problemləri olsun. Yəni bu şəhərin təməlinin, sisteminin düzgün formalaşması, düzgün qurulması
çox vacib məsələlərdən biridir. Məhz bu forumun Azərbaycanda keçirilməsi bilirsiniz, Azərbaycana olan böyük bir diqqətin nümunəsidir. Və Azərbaycanın bu sahəyə verdiyi xüsusi töhfələrin nəticəsidir. Və Azərbaycan bilirsiniz ki, hər il çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi eləyir. Və təkcə bir yox, bir neçə dənə, mən deyərdim ki, tək Bakı şəhəri yox, regionlarımızda böyük, belə deyək ki, festivalların keçirilməsidir, böyük, belə deyək ki, dünya üçün önəm kəsb edən layihələrin həyata keçirilməsidir. Məsələn, COP29-u götürsək biz, COP29 dünya tarixində çox möhtəşəm bir tədbir və minlərlə insanın gəlişi, minlərlə insanın bu tədbirdə iştirakı və dövlət rəsmiləri, dövlət başçıları, hökumət rəsmiləri, parlament nümayəndələrinin, o heyətlərin iştirak eləməsi, düşünürəm ki, Azərbaycanın nə qədər qlobal gedən bu siyasi sistemdə, ümumiyyətlə qlobal dünya proseslərində fəal rol oynadığını açıq şəkildə ortaya qoyur. Və biz hardasa Bakıya biraz qısqanc yanaşırdıq. İnsan axı olur, bəzən öz evinə, öz ərazisinə qısqanc yanaşır. Amma mən deyərdim ki, artıq insanlarımız da bu barədə çox maarifləniblər. Yəqin ki, burada medianın da rolu var, elə sizlərin də rolu var. Hər kəs doğrudan da hörmətli yanaşır. İndi biraz narazı nüanslar olur. Təbii ki, bu hər zaman olmalıdır. Söhbət insan faktorundan gedir. Amma doğrudan da sakinlərimizin, elə dövlət qurumlarının, yol polis əməkdaşlarının, bizim sakinlərin, yəni misal üçün mən COP29 ərəfəsində şəhərdən kənara uzaqlaşıb, doğrudan da bizim paytaxt Bakıda keçiriləcək bu tədbirə hörmətlə yanaşacaq sakinlərimizi, vətəndaşlarımızı gördüm. Çünki hər kəs şəhəri boşaltmağa belə meyil göstərirdi. Bilirsiniz necədir? Bu tək dövlətin yükü deyil, həm də cəmiyyətin bir yüküdür. Və bu dövlətin uğuru deyil, eyni zamanda vətəndaşların cəmiyyətin uğurudur. Hər şey zaten vətəndaş üçündür, xalq üçündür. Əlbəttə ki, bütün işlər, görülən bütün həyata keçirilən mühüm layihələr, görülmüş çox mühüm işlər bütövlükdə vətəndaş amilinə verilən dəyərin göstəricidir. Və ölkəm mənim qüdrətli olsa, ölkəm dünyada gedən bu proseslərdə aktiv rol oynasa və dünyada kifayət qədər önəmli rola malik olsa, əlbəttə ki, həm də vətəndaşa verilmiş böyük dəyərin və böyük, belə deyək ki, bu qiymətin təzahürüdür. Və buna görə də hamının borcu, bir ictimai və vətəndaşlıq missiyamız var ki, bu proseslərdə hər zaman töhfə verək, dövlətin yanında olaq, həyata keçirilən bu işlərdə dəstək olaq və təbii ki, öz cəmiyyətimizin, öz həyatımızın yaxşılaşması yönümündə atılmış çox mühüm addımlardır. Nizami müəllim, təbii ki, bu mövzuda sizin fikirləriniz çox maraqlıdır. Yəni, şəhərsalma mədəniyyəti ta qədimdən Azərbaycanda var və bunun bariz nümunələri doğrudan da yetərincədir. Təbii ki, bu mövzuda da ancaq sizə söz düşür. Bir xəzinə kimi, yəni Bakımızı incə-incə, yəni yalnız siz bizə gözəl anlada bilərsiniz. Təşəkkür edirəm sizə də, Real TV-də ki, bir hansı mövzulara qayıdırsınız. Vüqar müəllimin sözlərinə şəriyəm. Çox möhtəbər tədbirdir. Amma şəhərsalma mədəniyyəti elə bir faktordur ki, Azərbaycan üçün. Onun bütün aspektlərini görmək mümkün deyil. Bu, Qobustan, Gəmiqaya, Naxçıvanda. Ondan sonra indiki hallarda olan yaşayış məkanları vardı. Məsələn, Xınalıqdır, Lazdır, Şəkidir, Basqaldır. Bunlar hamısı əsrlərdən bizə gəlib miras qalmış yaşayış məkanlarıdır. Bizdə də bir memarlara da xoşdur ki, belə bir tədbir keçirilir burada. Təsəvvür eləyin ki, 7 dəfə beynəlxalq memarlıq müsabiqəsi keçirilibdir indiyə qədər. Və ən axırıncıda 200-dən çox əsər göndərdi. Mən həm də Memar İttifaqının idarə heyətinin üzvüyəm. 40-a yaxın ölkə iştirak elədi. Bu bizə olan həm hörmətdir, həm də ciddi yanaşmadır. Gözümüzün qabağında Qarabağ inkişaf edir. Qarabağ bir-bir tikilir. Siz o bayaqlar dediniz, Cənab Prezident Qarabağın yeni yaşayış məkanının açılışını oldu. Fikir versəz, orada bütün şəhərsalma normativlər hamısı çox incəliklə qorunur. Tələskənlik yoxdur. Hər şey qurulur və gələcəyə ötürülür bu. Şəhərsalma elə bir mədəniyyətdir ki, bir sənətərdir. Əgər vaxtında onu düzgün qurulmasa, gələcəkdə o problem yaradacaq. Düzdür. Hər kəs gedər, gələr, yəni gələr, qalar. Amma quruluş qalar. Biz təsəvvür edin. Amma Bakı və memarlıq, ümumiyyətlə Azərbaycan, bölgələr və s. bunlar qalacaq da təbii ki. Tamaşaçılara maraqlı görünsün deyə siz təsəvvür edin ki, şəhərsalma deyəndə çox rahat düşünək deyə bir mərkəz olmalı, yadro olmalıdır. Bakının köhnə mərkəzi Qaraydı, İçəri şəhəridir. Bəli. UNESCO-ya düşübdür. Və o İçəri şəhərin ətrafında Bayır şəhər salındı. Düzdürmü? Və şəhər mərkəzdən başladı inkişaf eləməyə. Bu Bakının
yəni indiyə kimi olmuş mərkəzlərdən biridir. İndi Bakının yeni mərkəzi var. Bu Port Bakudur. Bəli. Yeni mərkəzdir. Bəli. Demək orada infrastruktur o mərkəzə uyğun qurulur artıq. Bu çox vacibdir. Bir oradır, bir də Heydər prospektidir. Amma şəhər mühiti üçün Ağşəhərlə Port Baku çox önəmli faktordur və özünün dinamikasını hal-hazırda göstərir. Bunun kimi misallar çoxdur. Şəkidə, biz indi Dövlət Turizm Agentliyi Şəkidə dayanıqlı olaraq həm bərpa işləri görür, müxtəlif işlər görür və biz abidələri istəyirik yeni nəfəs verir. Yuxarı baş UNESCO-nun qeyri-maddi irsinə qəbul olunubdur. Orada da yuxarı başın ətrafında şəki yaradılıbdır. Yəni deməyim odur ki, şəhərsalma necə gəldi tikilməklə? Yox, bugün bizim qoyduğumuz hər hansı bir daş illər sonra, bir əsr sonra, nə bilim, 2 əsr sonra bir qalaya çevrilə bilər. Düz demirəmmi? Bu dəqiqə bu Qarabağın özündə işlər gedir. Bəli. Cənab Prezident bir tərəfdən yaşayış məkanları açır, bir tərəfdən də abidələr açır. Zəfər abidəsi açıldı. Məscidlər orada Məsciddə, yeni müasir məscid tikilir Şuşada. Bunlar bir insan faktoru vardı. Bizdə bir də turizm faktoru vardı. Bu turistlər gələndə yəqin ki, yaşayış binalarından öncə abidələrlə maraqlanacaqlar. Yəni də son vaxtlar buna çox diqqət verilir və çalışırlar ki, hamısı qaydasında olsun. Ümumiyyətlə, bu qarşıdan gələn 2026-cı ilin şəhərsalma ili elan olunması həm də bunu göstərir ki, ümumiyyətlə, Bakının, paytaxt Bakının, bizim bölgələrimizin, yəni memarlıq təbliğində də bu işlər çox böyük rol oynayacaq. Biz bunu valla ola bilsin ki, gələn il, o günlərdə, gələn il bəlkə bütün il boyu bunu hiss edə bilmərik. Yəni, bəzilərimizə aiddir təbii ki. Amma ki, doğrudan da çox böyük, uğurlu bir işdir. Mən misal üçün, səslənişi belə gözəldir. 2026-cı il şəhərsalma və memarlıq ili. Doğrudan da çox incə, çox zərif, yəni biz Bakıya aid, şəhərimizə aid, ölkəmizə aid bir ildir də. Bir maraqlı faktordur deyibsə, Cənab Prezidentin göstərişi ilə biz Palçıq vulkanlarını Bakıdan 80 kilometr aralıda elədik. Bizim çəkdiyimiz tək yol ora getmək üçün 21-22 kilometrdir. Və çox gözəl, möhtəşəm bir layihədir və həyata keçdi. Cənab Prezident onu gəldi, açdı. Bu Palçıq bir kompleksin açılmağı o deməkdir ki, bu yol boyu infrastrukturun yaranmasına gətirib çıxacaqdır. Şəhərsalmanın əsas faktorlarından biri də müəyyən ya kompleks olsun, ya abidə olsun, onu ərsəyə gətirəndən sonra ora marşrut verməkdir. Və marşrut hətta getməyə, gəlməklə deyil, həm də onun yaşamlandır. Əlbəttə. Ətrafındakı inkişaflandır. İnfrastrukturun yaranmağı əsas bariz nümunələrdən birini elə bu dəqiqə misal çəkdim. Misal üçün, Vüqar müəllim, Bakının yeni simvolları, rəmzləri var da. Bugün artıq biz ölkədən kənara getdiyimizdə belə Azərbaycan, Bakı deyəndə, hamı yəni misal üçün başlayır o adları saymağa. Misal üçün, doğrudan çox qürurlanıram mən. Heydər Əliyev mərkəzi, Alov güllələri, Ağşəhər biraz əvvəl qeyd etdiniz, Bakı Kristal Sarayı. Sonra turistlərin ən çox şəkil çəkdirib, heyranlıqla baxdığı yerlərdir. Misal üçün, Dağüstü Park ərazisi, o düzdür, hər zaman olub. Amma ki, indi oradan Bakıya boylananda... Həm də tariximizi göstəriyor orada bir tərəfində. Sən tamam başqa bir mənzərə görürsən. Orada gəlmişkən, bizim studiyamızda da bax, görüntü olaraq, yəni Bakının çox gözəl, həm də indi kadrlarımızı da göstəririk. Buyurun. Elnara xanım, ümumiyyətlə, bütün sahələr dinamika istəyir və təbii ki, dövrün tələblərinə uyğun inkişafı özündə ehtiva etmək lazımdır bir mənalı. Məsələn, İçəri şəhər və müasirlik, tarixlik özündə sintezini təşkil edir və kifayət qədər qədim və yaşayış bir məskəni olduğunu açıq şəkildə ortaya qoyur və bütövlükdə bugün müasir şəkildə qurulmuş Ağşəhər, deyək ki, Ağşəhər bu günləri Bakımızın ən gözəl və turistlərin də və yerli sakinlərin də hər zaman diqqət mərkəzində olan bizim böyük bir ərazimizdir və bütövlükdə bütün sahələrdə gedən, ümumiyyətlə Azərbaycanın memarlığıyla, şəhərsalma ilə çox böyük ənənələri vardır və bu kifayət qədər zəngin ənənələrdir. Bu, həm şərq üslubunda, həm müasir üslubda tikilməsi və doğrudan da bu sintezin təşkil olunması düşünürəm ki, çox gözəl bir nümunəni ortaya qoyur. O baxımdan düşünürəm ki, Azərbaycan İpək yolu üzərində yerləşərək çox böyük mədəniyyətə, çox böyük
belə deyək ki, tarixə malik olan və ötən əsrdən bizim kifayət qədər memarlıq abidələrimiz, çox dəyərli memarlıq abidələrimizin mövcudluğu. Məsələn, Möminə xatın Naxçıvanda türbəsi, deyək ki, Əzəmi Naxçıvaninin nə qədər böyük bir dünya səviyyəli bir memar olduğunu və onun sənət əsərinin nə qədər böyük diqqət mərkəzində olduğunun göstəricisidir. Bütün regionlarımızda bu günləri böyük tarixi abidələr, məbədlər, dini abidələr və bütövlükdə bunlar Azərbaycanın bu sahəyə verdiyi xüsusi önəmin göstəricisidir. Ümumiyyətlə, bu il doğrudan da bu həm şəhərsalma və memarlıq ili bu çərçivədə düşünürəm ki, kifayət qədər mühüm hadisələr və mühüm tədbirlərlə yadda qalacaqdır. Mən bu sahəyə yenidən bir baxış olacaq yəqin ki, təbii ki, bu sahədə bu günləri görülən işlər və qarşıdakı illərdə bunun daha da inkişaf etdirilməsi ilə bağlı həm memarların fəaliyyəti bütövlükdə, bu sahəyə xüsusi önəm verən şəxslərin, bu sahə ilə məşğul olan insanların fəaliyyəti və eyni zamanda Azərbaycanın növbəti illər üçün turizm potensialını əlbəttə ki, turist harda varsa, yəqin ki, İnkişaf məndən var, razı olacaqsınız. iqtisadiyyat Orada var. inkişaf çoxdur. Bəli. Xüsusilə mən misal üçün bölgələr, biz həmişə gedirdik, hər hansı bir balaca qalanı görürdük. Misal üçün mən çoxdan Şəkil danışıram. çəkdirirdik, Hə, belə. şəkil çəkdirirdik, bir də görürsüz sual verirdik, amma heç kim bizə izah edə bilmirdi. Ha, deyəsən nə idisə, onda söküldü, ay yox bilmirik. Belədir. Amma indi baxıram ki, misal üçün əməlli başlı turistlərə bölgələrimizlə bağlı Göstərməliyik kataloqlar təqdim olunur ki, yəni bizim bu bölgəmizdə bu var, gəlin ora gedək. Bu ölkənin həm də tanıdılmasıdır. Əlbəttə ki, mən bölgələrimizə daha çox tarixi, fokuslanmağı istəyərdim Bəli. turistlərin, çox istəyərdim. Hə. Yəni yaşıllıq olaraq, qida olaraq, eyni zamanda memarlıq olaraq, yəni doğrudan da bölgələrimizə axın ola bilər. Bu bizə bir dənə maraqlı bir misal çəkim. Onu mən sosial şəbəkədə bölüşmüşdük. Biz cənab prezidentin tapşırığı ilə Baskalda işlərə başlayanda, birinci fazı başlayanda, sadəcə olaraq başladıq elə belə fotolar, fotofikasiya eləməyə də ərazini. Çoxlu bağlı qapılar var idi. Və sual olunur ki, bu bağlı qapılar niyə bağlı yeyiblər? Kənddə bağlı qapılar çox idi. Elə sosial şəbəkədə bölünür ki, bu bağlı qapılar zaman gələcək açılacaq. Əlbəttə ki. Və çox böyük bir iş gördük. Baskala yeni nəfəs verdi, cənab prezident gəldi, açılışında iştirak elədi. Baskal çox Və gözəldir, ondan İsmail. sonra o həmin qapılar bir də çəkdi. Qapılar açılıb. İnsanlar gəldi. Əlbəttə. Turist gəldisə, demək nə oldu? İş yerləri açıldı. Turizmin yəni qeyri-neft sənayesindən sonra ən böyük, yəni bizim ümidimiz turizm sahəsidir. Turizmin sahəsindən gələn gəlir də çox dayanıqlı olmalıdır ki, böyük önəm verirsin bu inkişafa. Aid bir dənə şeydir. Bizdə maraqlıdır ki, biz Baskalda işlər Otellərimiz görəndə də çox olsun, otellər restoranlar da də. çox olsun. Misal üçün, bölgələrimizdə doğrudan da insan şəhərin o səsindən, küyündən, adam çoxluğundan, indi paytaxt dünyanın hər yerində paytaxtdır da. Adam sıxlığının da olması gözlənilən haldır, avtomobil sıxlığının da, növbələrin də və s. Çünki bütün dünyada, bütün ölkələrdə paytaxt bir olur da, iki paytaxt olmur ki. Təbii ki, paytaxt digər yerlərdən fərqlənəcək də, digər şəhərlərdən. tariximiz də zəngindir. Biz hara gedirik, qazırıq, belə tarix çıxır. çıxır. Bəli, Kürəvəndlər var Baskalda, Şəkidə. Siz təsəvvür edirsiniz, neçənci vaxtda cəmaət kürəvənd çəkibdir, suyu axıdıbdır. Turlağıcda hamamlar var, köhnə, Hə, tarixi köhnə qədim hamamlar vardı. Yəni onların da turları səhv etmirəm, Bəli, təşkil bəli, olunur hamısı. hamısı. Əslində bu turizm potensialının imkanların inkişaf etməsi dövlətin dünyada təqdimatında mühüm rol oynayır. Çox. Məsələn, tutaq ki, insanlar könüllü gəlir, digər ölkələrin, digər qitələrin demək nümayəndələri ölkə ilə tanış olur və bunun özü böyük bir siyasi prosesdir, siyasi işdir. Dünya o qədər qarışıb ki, Bəli, Vüqar, mən bilmirəm, bəli. mənlə razı olarsınız ya yox. Mənə elə gəlir ki, gələcəkdə Azərbaycana köçmək istəyən xaricilər də Bir olacaq. mənalı bəli. Mən bunun ilə demirəm ki, sayıları düzdür, var, indi də var, amma mənə elə gəlir ki, gələcəkdə bu daha da daha fərqli böyük olacaq olacaq. bu mövzu. Məsələn, Tamamilə biz hər düzdür. zaman eşidirdik ki, Avropanın hansısa şəhərlərində, amma dinclik yoxdur yəni. Düzdür, İnanın, məsəl üçün buradan durub gedirsən Avropanın ən gözəl şəhərinə gəzməyə, sənə deyirlər ki, çantandan bərk yapış, təhlükəsiz. Ya da 12-dən sonra çıxmaq Vallahi, söylər. ya da 12-dən. Avropada Mən yaşayan Amerikanın özü də bizə deyiblər ki, 12-dən sonra çıxmaq söylər. Avropada, Amerikada yaşayan hətta Azərbaycanlılar var ki, onlar bura gələndə, yəni hamımızın da bir qonşusu var, bir qohumu var, dostu var, tanışı var. Məsəl üçün mən onlardan eşidirəm hər zaman ki, biz Bakıya gələndə uşaqlarımızı çox rahat
Targovu, yəni fəvvarələr Bəli, meydanına və ya dəniz kənarı, yəni bulvara buraxa bilirik, hətta 11-də, 12-də. Rahat, Amma bəli. dedi, biz Avropada uşaqlarımızı saat 8-dən 9-dan Bəli. sonra bayıra buraxa bilmirik. Təhlükəsizlik çox önəmlidir. Bəli, İnandırım vacib. sizi yeni illə bağlı istirahət etmək üçün hətta bir çox şəhərlərin adı çəkiləndə biz orada dinclik olmadığını görürük. Stabillik əsas Fikirləşdik şərtlərdən ki, biridir, yox, ən stabil belə etibarlayır elə öz ölkəmizdir. Ümumiyyətlə Vallahi. son illər Elnara xanım bu reallıqdır və həyatımızda baş verən bu dəyişikliklər bunu sübut eləyir. Kifayət qədər mühüm işlər görülüb. Son Bəli, illər doğrudan bəli. da həm işğaldan azad olmuş ərazilərimizdə, Qarabağda və Şərqi Zəngəzurda müasir şəhər salma Elə ona üslubunda. gələcəkdim Vüqar Bəli, müəllim. bəli. Misal üçün ağıllı şəhər, ağıllı Bəli, kənd, yaşıl bəli. enerji zonası. Bu dünyada Mənə elə nümunə gəlir ki, bu doğuracaqdır. forumda bunlar da çox mühüm Hökmən, rol məhz alacaq. niyə bu forum məhz Azərbaycana salınır? Bəli, Azərbaycanın bəli. gördüyü uğurlu nailiyyətlər nəticəsində bu sıradan bir aparıb başqa bir ölkəyə də sala bilərdilər. Amma bu xüsusilə böyük bir forum olması, ümumiyyətlə dünyanın bu günləri ən böyük problemlərindən biri düzgün bu sistemin, şəhər salmanın düzgün sistemləşdirilməsindən ibarətdir. Ona görə də Azərbaycan nümunəsi böyük bir uğurlu nümunədir. Azərbaycanda ağıllı şəhərlərin, ağıllı kəndlərin salınması və bütövlükdə azad olunmuş ərazilərimizdə yeni salınan binaların, infrastruktur layihələrin müasir üslubda və bütün maneəsiz və problemsiz bu proseslərin başa çatdırılması isə bilirəm ki, önəmli rol. Bunu dünya görür və Əlbəttə. Azərbaycanın Çox özündə işlər görüldü bizim Zəngilanda, işğaldan azad Ağdamda, edilmiş Xankəndində Bəli, bəli. şəhər forumlar keçirilibdir bununla bağlı. Çox mühüm forumlar keçirilibdir. Bu önəmli bir hadisədir və dünya artıq bunun Azərbaycanın diqqət mərkəzində olduğu, dünyanın gözü qarşısında bu proseslər baş verdiyindən dünya da maraqlıdır ki, Azərbaycanın bu təcrübəsini öz ölkələrində, dünya ölkələri orada tətbiq eləsinlər və doğrudan da bu reallıq bu günləri əhalinin artdığı bir dönəmdə, dövrdə, dünyada gedən bu proseslərin fonunda bu layihələrin düzgün sistemləşdirilməsi, düzgün istiqamətdə inkişaf etdirilməsi çox mühüm şərtdir. Ona görə də bu forum may ayında keçiriləcək kifayət qədər önəmli forumdur və dünyanın həyat tərzini, ümumiyyətlə yaşam tərzini və eyni zamanda arxitekturasını dəyişən bir forumdur. Ona görə də çox Müasir insan önəmlidir. nə qədər dinamik olsa da, nə qədər belə o xüsusi temp axtarışında olsa da, amma müasir insan bir dinclik istəyir, bir tarixi yer Bəli, bəli. istəyir, bir gözəl, ləziz mətbəxi dadmaq istəyir. Maşallah bizdə qida ilə bağlı heç bir problem yoxdur. Yəni səhər yeməyimiz, günorta yeməyimiz, axşam yeməyimiz, şirniyyatlarımız və s. və s. elə bölgələrdə də bu barədə heç Hər bir zaman da problem gözəllik axtarır. Hər yerdə gözəl Düzdür, olsun, müasir yaxşı olsun. insan, yəni nə qədər müasir şəhərlər- olsaq da, il getsə də, 2026-cı il olsa da, amma doğrudan da tarixi memarlığa, yəni üst tutan insanlar çoxdur. Məsəl üçün, biraz əvvəl siz Xınalıq, Lahıc, Baskal, Şəki dediniz. Doğrudan da bunlar elə yerlərdir ki, ilin 4 mövsümü bura gedəndə az da olsa turist görürsən, yəni. Çünki Yox, mütləq. hə, o istəyir də həm tarixi yerə baxsın, həm də ləziz mətbəx dadsın da. Həm də qeyd etdiyim kimi, doğrudan da təhlükəsizlik bir insanın bəlkə dincliyi üçün, hüzuru üçün çox önəmlidir. Elnara xanım 30 il, 35 il yaxud 40 il bundan qabaq bəlkə də çox maraqlı deyildik. Məsələn, gedək Baskalı görək, misal deyirəm. Amma bu Elə bir günləri işıqlarımız da biraz zəif idi, amma indi maşallah hər yer işıq. Baskala gedirsən, Baskal çox müasir, bəli. müasir belə deyək ki, həm Bərpa ilə bərpa ilə gözəl bir tarixlik öz yerində, müasirlik öz yerində və insanların yerli, hətta əhalinin nə qədər axın-axın getməsini biz şahidlik eləyirik. Ümumiyyətlə və böyük bir tədbirlər. gənclərin, yəni yaşlı insanların şəhərə axın etdiyini bölgələrdən düşünmürəm. Bunlar çox vaxt da övladlarına görə bu addıma məcbur qalan insanlardır. Amma doğrudan da bölgələrimizdə turizmin inkişafı, yəni da bura hər şey daxildir də, bütün profillər və mən xüsusilə gənclərimizin doğrudan da bölgələrdən Bakıya axın etməyinin tərəfdarı deyiləm. Çünki bu valideynlər də, bu ana, ata, nənə, baba, ailə də bu gənclərə görə durur, paytaxt Bakıya gəlir. Amma torpaqdan insan qaçmamalıdır da, düz demirəm. Ruzu, düzdür. bərəkət, Mən də inkişaf, hər Bəxtəvər şey torpaqdan Vüqar müəllimlə başlayır. danışırdıq. Buyurun, Nizam müəllim. Mən bir başqa aspektdə biz yəqin verilişə baxırlar, insanlar hərə öz fikrini bildirir. Mən məsəl üçün maraqlı bizə nə alınıbdı axır vaxtlar. Lap əvvəllər biz gedirdik bir iş görməyə, vətəndaşda narazılıq hiss edirdik. Sanki asil eləyir də ki, eləməyin, bunu eləməyin, bunu eləməyin. Amma son zamanlar insanlar başlayırlar bizə kömək eləməyə. Niyə bu? Çünki bariz nümunələr çıxdı ortaya. Bəli. Elə mən bayaqlar Baskal deyirsiniz. Gedirsiniz iş görməyə, insanlar narahatdırlar, görəsən nə olacaqdır. Axırda olandan sonra o birisi küçələrdə insanların özləri bizə kömək eləyirdilər. Bariz nümunələr görəndən sonra vətəndaş maarifləşəndən sonra, yəni medianın,
sizlərin olub burada danılmazdır. İnsanlar buna maarifləndiriləndən sonra insanların özləri töhfə verməyə çalışırlar. Hər öz qapısında. Hər bir evin içi deyil sizin. Çöldə sizindir, şəhər də sizindir. Yəni hara ilə gedirsə sənindir. Oranı siz qorumalısınız, baxmalısınız ki, Əlbəttə ki, abadlığına diqqət sabah da evə etməlisiniz, qonaq gələndə, biz qonağın da adını qoyaq turist, qonağın qabağına qürurlu çıxasan ki, bu da mənim şəhərimdir. Bəli. O belənsinə mütləq yanaşmalı. Bayıl qəsəbəsini dediniz biraz əvvəldən. Bayıl qəsəbəsinin bu cür abadlaşacağını kim ağlına gətirərdi? Valla doğrudan da, yəni mən Ümumiyyətlə elə Ağşəhərin özünü deyək. Elə Ağşəhərə, yəni birləşməsi və s. çox gözəldir bunlar. Bayraq meydanı tərəfləri və s. Bilirsiniz bir də, bax misal üçün gəlin bu içəri şəhəri Qız qalasını biraz əvvəl dedik də. Baxın Atəşgah, Mərdəkan, Nardaran qalaları. Bəli. Bax bura. İndi turist axınları var, Var. gedənlər var. Çox yaxşıdır. Onlara, yəni abidələrə maraq çoxdur. Atəşgahdır, Nardaranqadır, Mərdəkan qalaları, bunların hamısına axın vardır. Diri Baba türbəsi. Bəli, Diri Baba türbəsi. Bax, elə iki Bir də dənə piknik əraziləri bizdə çox olmalıdır. İki dənə abidəni mən sizə deyəcəm, yəqin ki, cəmiyyətin gözü qalan. İki dənə mən abidəni deyəcəm, biri təbiət abidəsidir, biri din abidədir. Bu Diri Baba ilə Yanardağ. Aha, bəli. Yəni yaşamışıq, görmüşük, müxtəlif qurumlar eləmək istədi bizdən qabaq, amma biz Yanardağı eləyəndən sonra Yanardağ bu dəqiqə Dövlət Turizm Agentliyində ən öndə gedən kompleksdir. Ən öndə, inanmarsınız. Turist axını ora çoxdur. Hətta Atəşgah da keçibdir. Orada olur. Atəşgah da keçibdir. Yəni Yanardağı o qədər maraq var ki, təbiət qorur da ora. Bütün infrastrukturu yaratmışıq biz də gedirlər. Diri Babanın özünə, Diri Babanı çox gözəl düzəltmişik biz. Yəni birinci fazı bitiribdir, ikinci fazalarda müəyyən işlər də görüləcəkdir. İki dənə abidəni mən misal çəkdim ki, həm Diri Babaya marşrut olaraq getmək rahatdır, yaxındır bura. Amma Yanardağ şəhərin içindədir. Bunlara gedir. Bir də İçəhər şəhərlə bağlı mən sizə deyim. İçəhər şəhər yüklənmişdi. Mənim yadıma gəlir bir arada memarları da dəvət elədilər Bakı şəhər icra hakimiyyətinə. Çox böyük toplantı idi, hər öz fikrini dedi. O vaxtları biz deyirdik ki, çalışağın İçəhər şəhərin yükdən biraz azad eləyək. Şəxsən mənim özüm mətbuatda da çıxış eləmişdim ki, biraz gastronomiyanı oradan azaldaq. Çıxardaq söylə və deyəsən 2022-ci ildə bir ictimai təşkilat var, AMİTA. Onlar bir təşəbbüs irəli sürdülər, bu İslam Səfəri küçəsidir. Bahir şəhər layihəsi odur. O sıradan bir layihə deyil, mən sizə deyim. O elə bir gözəl yerə düşübdür ki, həm bütün gözəl binalar düşüb ora, həm də o yol gedir, çıxır bu qış bulvarında yeraltı keçidin düz yanına. Bizdə bu barədə material getmişdir, televiziyası. Ülviyə Hüseynova haqqında veriş hazırlamışdı. 2022-də, 2023-də hazırlanmışdı. Və onu böyük rezonans oldu. Bəlkə də ondan sonra həm Dövlət Turizm Agentliyi bunu dəstəkləyirdi. Sonra Bakı şəhər icra hakimiyyəti bunu dəstəklədi. Gedir qış bulvarına, yeraltı keçidin düz yanına. Bəs orada nədir bu dəqiqə? Marriott otel və bir neçə 12 min otellər. Oradan qonaqlar maşına ehtiyac olmadan və yaxud da şəhər sakinləri yeraltı keçiddə maşını saxlayırlar. Heç şəhərin içinə gəlməyə də ehtiyac olur. Oradan həmin koridorla düz gəlir Dənizkənar bulvara. Targovdan keçmək şərti ilə. Biz də fikirləşirik ki, Bahir şəhər həmin küçə gastronomik olsun. Kim indi nə açar özləri bilərlər, amma layihədə onu görürük biz ki, biraz İçəhər şəhərin gastronomik yükü azalsın. Ki, insanlar getsinlər, daş səlləməmizə baxsınlar. Düzdür. Ümumiyyətlə, içəri şəhərə biraz məhdudiyyətlər oldu, bəzi nüanslarda da, adi avtomobil girişləri və s. Bunlar da çox yaxşıdır. Biz dünyanın harasına gedirik, hansı inkişaf etmiş ölkəsinə gedirik, biz oranı küçə və küçə tanımadığımız üçün onu hiss etmirik. Amma biz görürük ki, sonradan baxanda, ya xəritə ilə baxanda ki, biz şəhərin mərkəzinə məcburuq piyada gəzərək gedək. Avtomobil paytaxtda o ara küçələrə heç vaxt getmədik. Orada həmin İslam səfərdən yığışdılar. Bəli, yəni hava soyuqdur, istidir, maşallah geyimlər var, qalın, geyinirsən, gəzirsən. Biz Avropanın, üzr istəyirəm, nə bilim, Alp dağlarının yaxın şəhərlərinə gedib gəzəndə nə edirik ki? Yəni oralar da soyuqdur da, qış turizmləri var və s. Gedib orada da geyinib gəzirik. Yəni bunlar hamısı bəhanədir. Biz ümumiyyətlə insanımızda doğrudan da ən qısa məsafəyə belə avtomobillə getmək vərdişini doğrudan da tərk etməliyik. Bu nə gəl insan özü eləmirsə,
məcburdur bunu Əslində dövlət həm və də dövlətin şəhərlə qurumları yaxından tanış etsin. olmaq da elə gəzintidir. Onun özü bir turizmin Düzdür. böyük bir üslubda təqdimatıdır və təbii ki, bu il kifayət qədər mühüm bununla bağlı yəqin təşriflər olacaq, layihələr olacaq və bununla bağlı şəhərin müxtəlif sahələrinin, belə deyək ki, bu turizmlə bağlı effektiv nəticələrinin ortada olmasını biz şahidlik eləyəcəyik. Amma mən bir məsələyə də toxunmaq istəyirəm. Ümumiyyətlə, indi bayaq Bailə qeyd elədiniz. Baildə əlbəttə çox müasir, gözəl, həm inzibati binalar, həm yaşayış binalar tikilib. Amma köhnə məhəllələr də sanki gözəlləşib. Bilirsiniz, elə bir bu fonda, bu ansamblda, sanki o köhnə barmayan hissədə deyək ki, Düzdür, razıyam. o sahələr də xüsusilə belə elə bir tamamlanıb. Elə düzdür, orada da görüləcək işlər var, amma zamanla. Doğrudan siz deyirsiniz, misal üçün bir tərəfə boylanırsan, görürsən, görülən iş artığı abadlığı, səliqəsi digər o biraz qarışıq olan küçələrə də tamamlanmana yaxın. Bir də mənim ən böyük arzum, şəxsən buradan səsləndirirəm, Batamdar qəsəbəsi var, yəni ərazi. Orada çox qarışıqlıq var, amma biz doğrudan da, misal üçün Danimarkanı götürək. Danimarkada bilirsiniz də, bir belə küçələr var. Evlərin sırf damının rənglərinə görə gedib orada şəkil çəkdirmək istəyənlər var. Hətta orada xüsusi turlar var. Dron vasitəsilə belə sizin yuxarıdan şəkillərinizi falan çəkirlər. Yəni Batamdar qəsəbəsi əslində Xəzərin bir qucağında olan qəsəbədir. Orada evlərdən boylananda o qədər gözəl mənzərə görürsən. Amma oranın da bir qarışıqlığı var. Yəni mən misal üçün oranın da doğrudan çox gözəl və turist. Mən də oranın sakiniyəm. Mən də Batamdarda qalıram. Mən də sizin təşkilləri qaldırarıq başqa yerlərdə. Yəni o qədər mən oranın belə abadlaşmasını, doğrudan mən misal üçün nədənsə enerji olaraq orada həmişə hiss edirəm ki, kaş ki burada belə çox kiçik bir kafelər olardı da, turistlər yəni gələrdi bu küçələrdə belə bir çay içərdilər, bir qəhvə içərdilər. Yəni ora mən çox, amma oranın elə şəhərə yaxın, dəniz mənzərəli olub da, bax belə qarma-qarışıq olması nəsə mən... O təbiicə yaranacaqdır. Yəni mən elə şeylər, təsəvvür edin, mən getdiyim yolda artıq bir neçə otel tikilibdir. İnsanlar da tutam ki, bu günləri ev kimi işlədirdi. Sonra övladları deyib ki, ev kimi yox, bu dəniz mənzərəlidir, gəlin buranın biznes butik otellər kimi istifadə edirlər. Bu tikillər olsun və ya məkanlar olsun, gərək hər dəfə baxın. İçəri şəhər çox baxımlıdır. O qədər, elə ki, bizim İzumikada, Bakının İzumikasıdır, vizit kartıdır, çox baxımlıdır. Hər yeri əyləntinə o hala gətirmək lazımdır ki, yəni turistlər gələndə çox rahat, qürurla göstərək o şeyləri, yerlərimizi. Belə şeylərə biz diqqətlə yerik. İndi Batamdar hələ təzə qurulur, ona görə də ona biraz vaxt gedəcək yəqin. Həm də böyükdür, orada əhali də çoxdur. Gərək orada yəni razılıqlı bir layihələri həyata keçirək. Ümumiyyətlə, relyef baxımından da kifayət qədər baxımlı, gözəl bir çox yaxşı bir yerdir. Oranın o qədər təmiz havası var. İndi maşallah Nizam müəllim orada yaşayır da bilər. Yəni doğrudan da bugün şəhərə yaxın yerlərin qədri bilinməlidir. Oranı belə asanlıqla korlamağa icazə verilməlidir. Müəyyən işlər tamamlanmayıb deyə o kompleks görmək mümkün deyil. Ümidvaram ki, o Batamdarla bağlı kifayət qədər mühüm layihələr yəqin ki, gündəmdə var. Bir də Vüqar müəllim, bir məsələ var da. Bax, biraz əvvəl yaxşı nüansa. Bir yer gözəlləşəndə, o digər səliqəsiz yerdə yaşayan adam istər-istəməz özünü o səliqəli yerdə görmək istəyir. İnsanlar da dəyişir. Bəli, dəyişir də o demək istəyir. Bir dənə də misal çəkəcəm. Vüqar müəllim yəqin dəstəkləyəcək. Mən Vüqar müəllimi 30-40 ildir tanıyıram. 90-cı illərdə yadımıza gəlirsə, dəniz kənarı bulvara gedəndə nə görürdük? Manqallar, o dağıntı və insanlar tum çıtlayır, atırlar yerə, siqaret atırlar yerə. Ora insanlar birdən-birə necə dəyişildi? Mən sizə tam əminliklə deyirəm. Bulvarın o səviyyədə düzəltməyi insanlara mədəniyyət gətirdi. Yəni insanlar baxdılar ki, bu gözəllikdə düzələn yerə artıq bunu atmaq ayıbdır. Yəni adi mədəniyyətdir da, yəni düzəldi. İctimai qınaq. İctimai qınaq, orada qınaq heç o qədər də olmadı. İctimai qınaq nədə oldu? Yol məsələsində oldu, müəyyən məsələlərdə oldu. Amma o düzəltdi. Bir dənə də şey deyim, çox maraqlı istəyirəm bu verilişdə bunu səsləndirim. Bizim, məndən yaşlı adamlara Bakının qurulmasında biraz nostalji məsələlər mane olur. Düzdür. Mən burada olanda, nəqliyyatla danışanda baxmıyordum ki, insanların fikri nostalji onlara mane olur, baxmaq. Mən sizə tam əminliklə deyirəm. Məndə biz bemarlıqla məşğul oluq deyə, Bakının ümumi görünüşünün müxtəlif illərdə xəritələri var bizdə. Foto, Sputnik hamısı var bizdə. Mən sizə tam əminliklə deyirəm. Bakıda hələ indiyə qədər bu qədər yaşıllaşdırma olmayıbdır.
heç kim deyə bilməz ki, bundan çox park olub bir şey Bakıda. Çox, amma Çox çox vacibdir. Parklar Bayaq yaşıllaşma. piknik söhbət elədiniz Elnara xanım. Xətai rayonunda Nizami Parkı var və çox gözəl müasir üslubda tikilmiş və çox gözəl dizayn olan bir parkdır və yay ayları gedirəm, baxıram və mən Əhmədidə yaşayıram və insanların ailəlikcə gəlib orada istirahət eləməsini şahidlik eləyirəm. İndi onu vurğulursunuz, həqiqətən də çox böyük ehtiyac olan sahədir və bununla da bağlı mən düşünürəm ki, addımlar var, atılır və Nizami Parkının özündə otururlar. Görürsən ki, bir gənc ailədir, deyək ki, yaxşı, İnsanlar huzur yaşayır. Rahatlıq tapırlar, çox rahatlıq tapırlar. Orada çox gözəl bir... Ümumiyyətlə, təbiətlə təmas çox önəmlidir. Yəni, maşallah bizim iqlimdə yol verir də, niyə də olmasın. Misal üçün, yayda şəhərin çox belə qaynar, isti vaxtlarında bizim bölgələrimiz var, hansı ki, gedirsən, günün altında isti olur, amma biraz kölgəyə keçirsən, artıq sərin olur. Yəni, bunlar hamısı bizdə varsa, insan da bunun qədrini bilməlidir. Dövlət də yəni, çox işlər görür. Baxın, nə qədər mühüm layihələr görülür. Çox. Yəni, Cənab Prezident özü işğaldan azad olunmuş ərazilərə gedir və görürsünüz ki, o insanlarla yerləşən, yəni öz torpaqlarına qovuşan, orada yerləşən insanlarla birbaşa görüşür, onlara xeyir-dua verir, onlar ona təşəkkür edirlər. Bütün bu işlər hamısı xalq üçündür, bizim gələcəyimiz üçündür, övladlarımız, nəvələrimiz, nəticələrimiz. Yəni, burada əsas məqsəd də nədir? Baxın, şəhərimiz vizual olaraq gözəl olacaq. İçi, cəmiyyət faktoru, yaşayış, qidası, iş yerləri, hər şey gözəl, insaniyyət olacaq. Və bizim övladlarımız bugün xarici məktəblərdə təhsil almağına baxmayaraq, onlar harasa gedəndə təkmilləşəcəklər, amma öz vətənlərinə dönmək istəyəcəklər. Vətən çağırmalıdır da, düz demirəmmi? Təkcə ailə ilə yox ki, ata-ana ilə yox. Şəhərin gözəlliyi ilə də... Xoş anlar çağırmalı. Nizam müəllim qeyd elədi, ətraf mühitin formalaşması dənizkənarı parkla bağlı qeyd elədi və həqiqətən də bu park sanki insanların xüsusiyyətini də, xarakterini də müəyyən mənada, yaxşı mənada dəyişir və bu çox vacib məsələ. Ümumiyyətlə, müqayisə olunmazdır. Biz 10 il, 15 il, 20 il, 30 il bundan əvvəlki şəhərlə bu günü müqayisə etmək olmaz və bu təməli məhsul... Biz elə bilirdik, onda gözəldir. Bəli, yox. Bu gözəllikləri görəndə... Bugün görürük ki, yox, o qədər də gözəl deyilmiş. Çox böyük işlər görülür və doğrudan da məsələ bu ilin, bu şəhərsalma memarlıq ili elan olunmasının özünün, o ilin özü kifayət qədər şəhərin və ümumiyyətlə ölkəmizin gələcəkdə kifayət qədər müsahib... Bu işğaldan azad olunan ərazilərdə biz ağıllı sözünü istifadə edəndə onda da insanlarda bir belə yanlış anlaşılma var idi ki, rayonda, bölgədə, torpağın üstündə ağıllı kənd nədir, ağıllı ev nədir? Yəni, amma indi maşallah gedirlər, köçürlər ora, görürlər ki, bu nə deməkdir, yəni müasir standartlara da cavab verməlidir. Biz elə kənd evi deyəndə palçığın, ya biraz yağış yağan kimi palçığın içində təsəvvür etməli deyilik. Bizim kəndlərimiz nə qədər müasirləşib. Nə bilim, komalar təsəvvür etməli deyilik. Bəli, çox müasir şəkildə. İndi bayaq xınalığı ilə bağlı söhbət oldu, yaxud da deyək, xınalıq böyük bir tarixi, belə deyək, açıq havada böyük bir abidədir əslində kəndin özü. Çox adam maraqlıdır, getsin xınalığı görsün, yaxud da Baskalı nümunə üçün dedik və digər bizim Şəkidir, digər bölgələrimiz var. Həm tarixi abidələr, həm dini abidələr. Yol infrastrukturunu da qeyd etmək lazımdır. Düzdür, Bakıda da çox dəyişikliklər var, amma təbii ki, əhali sıxlığından Bakıda küçə dəyişirik, hələ də görürük ki, bunu da etməliyik, onu da, amma bölgələrə qayıdaq, heç Bakı ilə müqayisə etməyək. Doğrudan da artıq bölgələrimizdə çox rahat avtomobillərimizlə əvvəl o Niva anlayışı var idi. Hara gedirdilər, rayon deyən kimi ancaq Niva axtarırdılar. Yadımdadır biz çəkilişlərə də gedəndə, ancaq icra hakimiyyəti qurumlarının bizə xüsusi köməkləri ilə Nivalar axtarırdıq ki, onunla müəyyən bir... Amma indi maşallah xınalığın özünə qədər tam asfalt, düz, hamar yoldur yəni. Rahat gedib, rahat şəkildə çatırsan. Mən inanıram ki, növbəti illər daha gözəl işlərin biz şahidi olacaq və bu doğrudan da bu qərarlar, bu sərəncamlar növbəti etapda böyük layihələrin həyata keçməsində mühüm rol oynayır. Mən bir nümunə çəkmək istəyirəm. Nizam müəllim də təsdiq eləyər. Ordubadda bir Göygöl deyilən bir ərazi var. Çox adam onu orada olmayıbdır. Amma mən bir-iki dəfə olmuşam bura. İnanın, o qədər turizm ehtiyacı, turizm potensialı, imkanları olan... Var turistlər, yoxsa yox? Yox, gedib çıxmaq biraz... Yol açılandan sonra, çox böyük, misal deyirəm, digər bölgələrimiz, deyək, bizim Qubadır, bu dəqiqə əhalinin yarısı Qubada, yaxud İsmailiyada, Qəbələdə, yaxud başqa regionlarda. İnsanlar şəhərdən axın gedir, yerli sakinlər hətta deyirəm mən, xarici hələ vətəndaşları mən demirəm, nə qədər gəlirlər şəhərdə görmək, kəndlərə getmək, qəsəbələrə getmək. Bu böyük bir, bu son illərin təbii ki, görülmüş işlərin nəticəsidir və bu təməl indi turizm agentliyi
Bununla bağlı artıq sizdə indi statistik rəqəmlər, sistemli şəkildə işlərin həyata keçirilməsi, bunlar hamısı var. Turizm Agentliyi ilə yanaşı Mədəniyyət Turizm deyək ki, Nazirliyi tərəfindən bununla bağlı böyük layihələr. Yəni o baza formalaşıb artıq, baza var. Və Ulu Öndərimiz Heydər Əliyev o xalqın təşkil tələbinin hakimiyyətə qayıdışından sonra dövlət siyasətində bu xüsusi önəm kəsb elədi və bu gün də möhtərəm cənab prezidentimiz bununla bağlı praktik işlərin həyata keçirilməsi, yüksək səviyyədə bunların reallaşması ilə bağlı qərarlar və layihələr vardı. Ona görə də həm azad olunmuş ərazilərimizdə çox tikilən müasir, bu günləri hamı arzu edir Şuşaya getmək. Şuşa nə qədər müasir şəkildə gözəl qurulubdur və həm tarixlik yerindədir, həm müasirlik yerindədir, həm gözəl, tamamilə yolu qeyd elədiniz. Yol olmasa, yol birinci mədəniyyət deyirlər. Yol birinci mədəniyyətdir. Yol bizi aparandır. Xan kəndinə getmək, bütün Zəncilana, bütün Ağdam çox gözəl qurulur, Füzulinin özü. Bu günləri bunlar hamısı doğrudan da Azərbaycanın böyük potensialının, böyük imkanlarının olduğunu və əslində çox doğrudan da bir Azərbaycan vətəndaşı olaraq, teleaparıcı olaraq və düşünürəm ki, eyni hissləri siz də keçirirsiniz. Baxın, 45 dəqiqə ərzində 2026-cı il şəhərsalma və memarlıq ili elan olunub cənab prezident tərəfindən və bununla bağlı doğrudan da çox mötəbər bir forum keçiriləcək. Amma görün 45 dəqiqə ərzində biz haraların adını çəkdik, ərazi olaraq, bölgə olaraq, yəni eyni zamanda qalalar olaraq, yəni tarixi abidələrimiz olaraq doğrudan da qürur vericidir. Təşəkkür edirəm mövzuya qoşulduğunuz üçün, çox sağ olun və düşünürəm ki, inşallah forumumuz da yüksək səviyyədə keçəcək və təbii ki, biz doğrudan da gələcəyimiz üçün, övladlarımız üçün, balalarımız üçün çox gözəl tarixi bir Azərbaycan yaradacağıq. Hamımız birlikdə, bütöv Azərbaycan, tarixi Azərbaycan.